Salam dostlar, bugün mən sizə Google Chrome'da necə viruslardan təmizlənməsinə baxaq və reklamlardan təmizlənməsinə baxaq. Birinci Google Chrome'a giririk. Belə bir səhifə açılır. Buradan uygulamalar deyirik. Uygulamalar girdikdən sonra web mağazaya daxil oluruq. Burada açıldıqda yazı butonuna Avast yazdıqda birinciyə basırıq. Bu yaşılı basdıqdan sonra Добавить в Chrome Добавление в Chrome basırıq. Mən eləmişəm burada, baxın Avast. Siz eləyə bilərsiniz. Sonra yazırıq AdBlock. Birinciyə giririk. Buradan da o eləyib Davativ eləyir. Sizdə gələcək. Bununla da biz Google Chrome'da reklamlardan və kötü yazılım reklamlarından, viruslardan korunmuş oluruz. Sağ olun arkadaşlar.